Deyilən sağlığa. Nə zordur o? Hamımız bir yerdəyik. Hə, özüm ölüm. Harasa gedib istirahət eləmək lazımdır. Nə oldu? Gedərik ya. Gürcüstana ya da Türkiyəyə? Bu olmayacaq. Nə? Lazım deyil. Bu heç vaxt olmayacaq. Niyə ki? Çünki bugünkü görüşümüzü 2 ildir planlayırıq. Təsadüfən. Təsadüfən bu gün hamımızın həyat yoldaşı Saleri'dədir. Ona görə görüşüb gəlmişik. Yaxşı da sakitləş. Sakitləşim. Biz ya yasda ya da Novruz bayramında görüşürük. Əgər indi Afrain bron etsək, Bron etsək. Biz 6 il əvvəl danışmışdıq ki, Şadığa gedib qar adamlarını tapmalıyıq. Yetiləri. Sumqayıtdakılar demirəm. Və indi isə artıq 36 yaşım var və hələ də qar adamlarını tapmamışam. Atam mənim yaşımda olanda Food City-nin vəziyyətinə baxırdı. Yadımızdadır, balığa getməliydik. Ay sağ ol, lazımdır. Lazım deyil. Artıq getmişəm. həyatında kimsə var? Hə, mənim qıraqda gəzdiyim dostlar var. Nə? Yo, mənə elə baxmaq lazım deyil. Mən hamınıza təklif etmişdim. Sizin isə ya ayağınız, ya beliniz, ya ağrıyır. Nə oyun çıxardırsınız, başa düşmürəm. Bəlkə qıraqda TikTokdakı yayınlara da baxırsınız. Yox. Hər gün axşam 00:00-da, Başıma dönüm, yox. hər gün axşam ekranı tıklamaq, pusu, xal, oyunlar, hədiyyə atmaq, sifariş, sıralama. Nə? Birinci heç sən şübhələnmirsən. Sonra da ana öz oğlunu əsgərlikdən gözlədiyi kimi bir ay tamamını gözləyirsən ki, yayınlar davam eləsin. Başa düşdüm. Heç olmasa ad günümdə gələcəksiniz. Hə, təbii ki. Hə. Amma altı bazarı düşməsə.